Salam uşaqlar, MB Tədris Mərkəzi Riyaziyyat kanalında xoş gördük sizi. Demək, bu günləri sizinlə Güvən Nəşrləri 5-7-ci sinif üçün olan riyaziyyat kitabında statistika bölməsinə aid olan nəzəri biliklərin izahı barədə danışacağım. Birincidə əvvəlcə diaqramlar barədə danışarkən deyir ki, məsələn, deyir ki, hər hansı bir hadisə və ya iş barədə, hər hansı bir hadisə və işlə əlaqədar mövcud olan məlumatları təqdim etməyin müxtəlif üsulları ola bilər. Məsələn, birincidə burada bu hissəyə fikir versəz, bu hissədə məlumatlar mətn şəklində təqdim olunmuş kimi sayıla bilər. Çünki cədvəl o ümumi bölmənin adıdır. Demək, təkcə bu hissənin özünü götürsək ki, bu hissənin özünü götürsəz təkcə, bu məlumatların sadəcə mətn formasında təqdim olunmalıdır. Deyirik ki, zavodda işçilərin kütlələri, yəni çəkiləri belədir. 65, 67, 67, 67, 70, 70 və s. İkincidə sadə bir cədvəl çəkirik. Qrafaların hər birinə, bu qrafaların hər birinə işçilərin çəkilərini yazırıq. Bunu sözün düzü, bunu ən sadə və yaxud primitiv cədvəl hesab eləmək olar. Çünki bu çox sadə bir primitiv bir cədvəldir. Amma bu qədər sadə olmasın və asan başa düşülsün deyin, tezlik deyə tezlik cədvəlindən istifadə edə bilərik. Məsələn, tezlik cədvəlində verilən məlumatlar, bu hissədə verilən məlumatlar aşağıdakı cədvəllərdə biraz daha sürətli başa düşülə bilər. Məsələn, bayaqları dedik ki, cədvələ baxanda fikir verdinizsə, 67 kiloqram çəkisi olan bir verilmişdi. Sonra digər şəxs, 80 kiloqram çəkisi olan bir şəxs, sonra digər. Hamısı ayrı-ayrılıqda verilmişdi. Amma tezlik cədvəlində biz bunların hamısını ayrı-ayrılıqda vermirik. Yazırıq 65 kiloqram. Deyirik ki, bu şəxs, bir nəfər belə bir şəxs var. Sonra 67 kiloqram çəkidə 3 nəfər var. Məsələn, 80 kiloqrama baxmışdıq. Deyirik ki, 4 nəfər var. Yəni, burada bu hissədə cədvəlin bu başlığının altında işçilərin çəkisini veririk. Digər başlığın altında isə həmin çəkiyə uyğun olan sayı veririk. Məsələn, 80 kiloqram çəkidə 4 nəfər var deyə bilərik. Bu qədər sadə. Burada biraz daha sadələşir və daha tez olur. Sonra var xətti diaqram formasında məlumatların verilməsi var. Uşaqlar. Məsələn, deyir ki, burada ayrı bir nümunə çəkib və həmin o digər bir nümunə üzərində danışacaq. Nə deyir? Deyir ki, bir məhsulun 5 günlük satışını xətti diaqramda təqdim etmək üçün əvvəlcə məlumatlar verilir ki, bazar ertəsi günü 450, ədəd satılıb məhsul çərşənbə axşamı 600, məhsul satılıb çərşənbə günü 300 və s. və ilə axıra qədər verilir. Bir dənə xətti diaqram çəkirik. Diaqramın aşağı hissəsində günlər verilir. Bazar ertəsi, çərşənbə axşamı, çərşənbə, cümə axşamı, cümə. Yəni ki, 1-ci, 2-ci, 3-cü, 4-cü, 5-ci günlər. Hər gün nə qədər satılırsa o verilir. Məsələn, bazar ertəsi, yəni 1-ci gün 450 məhsul satılmışdısa, bazar ertəsindən gəlirik, 450-nin tuşunda nöqtə qoyuruq, alınır ki, 450 məhsul satılıb. Sonra çərşənbə axşamı günü satılan məhsulların sayına baxsaq, yuxarı tərəfdə 600 ədədi idi. 600-ün tuşuna tam buradan qalxırıq yuxarı, 600-ün tam tuşunda bir dənə nöqtə qoyuruq, alınır. Hamısını bu cür eləyirik. Axırda da nöqtələri bir-biri ilə birləşdirəcəksiniz. Həmin nöqtələr bizə verəcək demək, xətti diaqramı. Bu məsələ belə. Xətti diaqram çox asan başa düşülən. Ümumiyyətlə, mövzu asan mövzudur. Onu qeyd edeyim. Sütunlu diaqram. Sütunlu diaqramın bir üstünlüyü var ki, burada bir və ya bir neçə hadisə prosesə aid olan göstəricilər eyni anda təqdim oluna bilər. Yəni, bazar ertəsi həm Eldarın, həm də Teymurun oxuduğu kitabların səhifəsini təqdim eləmək olur. Bir gündə hətta 3 nəfər də ola bilər. Məsələn, deyək ki, Şaiq də ola bilər. Onda alınır ki, bazar ertəsi günü, məsələn, tutaq ki, Teymurun, rəngi baxın, rənginə baxın. Teymur 140 səhifə oxuyub, amma Eldar 150 səhifə oxuyub. Görürsünüz, yuxarıda da o məlumat verilmişdi. Sonra çərşənbə axşamı günü, belə çəkək, düz olsun. Çərşənbə axşamı günü Eldar 135 səhifə oxumuşdu, Teymur isə 125 səhifə oxumuşdu. İndi Eldara baxırıq, rəngə baxırıq. Eldar 135-in tuşundadır, fikir verin. Teymur isə 125-in tuşundadır. Demək, buradan anlayırıq ki, hərəsi nə qədər oxuyub. Hər birin bu cür təqdim etmək formasına sütunlu diaqram deyilir.
məlumatların təqdim olunmasının növbəti bir forması dairəvi diaqram gedir. Dairəvi diaqram biraz daha maraqlı bir şeydir. Çünki həm ona görə ki, çox geniş istifadə olunan, həm də ki, imtahanlarda çox rastınıza gələ bilən bir mövzudur. Aktiv bir mövzudur. Ona görə də biraz diqqətli olmaq tələb olunacaq. Deyir ki, bu bölmədə deyir ki, dairəvi diaqramda göstəricilər dərəcə ilə, faizlə və ya hissə ilə verilə bilər. Dairədəki göstəricilərin cəmi 360 dərəcəyə, 100%-ə və yaxud 1 vahidə bərabər olmalıdır. Uşaqlar, bax burada bu dairəvi diaqramda çox önəmli düzdür. Təbii ki, burada yazılanların hamısı önəmlidir. Amma bu bizə daha çox lazım olacaq. Bu çox önəmli bir məlumatdır. Bunu yadda saxlayın. Nə demək istəyir orada? Bu hissəyə qayıdacağım. Burada bir nümunə verib, o nümunəyə aid olan bu hissəyə birazdan qayıdıb nümunə üzərində izah edəcəm. Hələlik o haşiyə aldığım hissədə söhbət nədən gedir? Nə demək istəyir? Uşaqlar, demək istəyir ki, dairəvi diaqram verilibsə, dairəvi diaqramdakı bu dairə, bilirsiniz ki, dairə həm də daxili bucağı var da, çevrə kimidir, yəni. Çevrənin və yaxud dairənin daxili bucağı 360 dərəcədir. Əgər siz bütöv bir çevrə haqqında söhbət edirsinizsə, deməli 360 dərəcə. Çünki o 360 dərəcə istənilən çevrənin daxili bucağıdır. İstənilən çevrənin daxili bucağı 360 dərəcədir. Yox, əgər bunu faizlə ifadə etmək istəyirsinizsə, həmin o 360 dərəcə uyğun olacaq 100%-ə. Yox, onu vahid olaraq deyirsinizsə, bir çevrədir, bir vahid sayılacaq. Alınır 1. Yəni, bir çevrə bərabərdir 360 dərəcəyə, o da tam bütöv bir çevrə. Anlamı budur ki, tam bütöv bir çevrə, bunu tərsindən də yaza bilərdik. Deyə bilərdik ki, burada görürəm, tam bütöv bir çevrə görürəm, ona görə 1 yazıram. Çünki bir dənə çevrə var da burada. O tam bütöv çevrə, daxili bucağı 360 dərəcədir və yaxud o tam bütöv bir çevrəni, tam bütövünü götürsəz 100%-dir. Riyaziyyatda bunlar üçü də eyni anlamda gedir. İndi buna əsasən bizə, indi qayıdıram misal məsələ həllinə. Burada məsələ həlli vermişdik. Məsələ həllində burada deyir ki, fermada keçi, inək və qoyun var. Bu məlumatları dairəvi diaqramda necə göstərmək lazımdır? Məsələn, bax, indi gələk bu hissədə mən yazıram. Nə yazmışdı orada? Keçi, demək. Keçi 40 ədədi idi, 40 baş keçi idi, 60 inək, 80 qoyun. Elə bura yazıram. Keçi 40, inək 60, yoxsa ədə elə idi. Qoyun isə 80. Elə bura qısa qeyd elədim. Qoyun isə 80. Yuxarı hissəyə fikir versəz, onun hesablama yolunu göstərib, çox da aydın şəkildə izah eləyib. Alfa bucağını 360-a bölüb bərabərləyib. Məsələn, burada biz keçilərin tutacağı dərəcəni tapanda bölürük ümumi cəminə. Çünki fermada olan heyvanların ümumi cəmi, hamısını cəmləsək 180 heyvan var. Ona bölüb, nəticədə bir bucaq çıxardım. Amma mən bunu biraz, əgər kitabda yazılan forma kitabda var, siz də onu çox aydın görürsünüz. Amma mən onu biraz fərqli formada izah edirəm. Düşünürəm ki, bunu bu cür başa məsələni həll etmək üçün daha rahat ola bilər. Məsələn, baxın, deyirik ki, daxili bucağı, çevrənin daxili bucağı 360 dərəcədir axı. Düzdür? 360 dərəcə bütöv heyvanların sayına uyğun gəlir. Çünki bu çevrəni bütöv heyvanların sayını göstərmək üçün istifadə eləmişik. Yəni 40 bölü 60 bölü 80 bərabər 180 heyvan. Deyirik ki, 360 dərəcə 180 dənə heyvana uyğun gəlib. Düzdür? Ümumi sayına. Fermada olan heyvanların ümumi sayına uyğun gəlib. Çünki bu diaqram vasitəsilə bir fermada olan heyvanların hamısının sayı göstərilib. İndi bir növbə ilə yazırıq. Keçinin neçə faiz dairəvi diaqramda tutduğun yeri müəyyənləşdirmək üçün neçə dərəcə bucaq ayrılmalıdır. Buna uğur sektor bucağı da deyirlər uşaqlar. Uğur sektor bucağı nə qədər olacağını bilmək üçün, yəni ki, keçi dairəvi diaqramda keçi rənginə, hansı bu keçi heyvandır da, bu heyvan üçün neçə dərəcə bucaq ayrılmalıdır, onu tapmaq barədə danışırıq. Deyir, əgər 180 heyvan üçün dairəvi diaqram tam sərf olunubsa, 360 dərəcə sərf olunubsa, onda bəs 40 keçi üçün nə qədər yer lazımdır? Belə bir tənasib qoysaz, çox asanlıqla hər şeyi başa düşmək olar.
Tənasibin həllindən 180 vur x bərabərdir. Düz mütənasib də bu. 360 vuraq 40 alınacaq. Oradan x bərabərdir. 360'ı 40'a bölüb vurub 180'ə böləcəksiniz, 80 alınacaq. Demək ki, 80 dərəcə buzaq ayırmağa ehtiyac olacaq. Sonra götürüb o biri heyvanları da eyni qaydada hesablaya bilərsiniz. Amma hər dəfə deyək ki, bu dəfə inək üçün nə qədər buzaq ayrılacaq onu axtarıq. Bu hissəni. Artıq burada görürsünüz o 120'ni. Bu 120'ni necə tapmaq olar? Bu barədə danışırıq. Yazırsınız ki, bu halda bu diaqram üçün 360 dərəcə, yəni bütöv çevrə uyğun gəlib 180 baş heyvan üçün. Düzdür? 60 dənə inək var deyə 60 inəyə inək. 60 inəyə x qoyacaqsınız. Buradan da yenə də 180 vuraq x bərabərdir 60 vur 360 alınacaq. 360 vur 60 x bərabərdir. Buradan cavab çıxacaq 120. Digərində də qoyun sayında tapanda da eyni qaydada məsələni həll edə bilərsiniz. Orada birbaşa həllini tapmışdı. Birbaşa düstur faiz nisbətinin tapılması düsturun tətbiq eləmişdi. Amma mən onu biraz daha çox məntiqlə tapmaq yolu barədə danışdım sizlə. Belə bir qaydada tapa bilərsiniz. Bu cür yöndə suallar çox olur. İndi qarşıdakı bundan sonraki bölmədə misalları, məsələləri həll edəndə biz o barədə demək danışacağıq sizlə. Histoqram gəlir. Bir toplanmış məlumatların qruplara ayırmaqla qurulan sütunlu diaqrama histoqram deyilir. Bu biraz tərif hissədir. Bunu yadda saxlayırıq, anlayırıq daha doğrusu. Sonra keçirik işin ardıcılığına. Histoqramı necə qruplaşdırmaq olar? Histoqramda məlumatları, məsələ burasında histoqramda məlumatlar qruplaşma formasında verilir. Bəs o qruplar necə müəyyən olur, o barədə danışaq. Məsələn, deyir ki, bu hissədə verilən nümunə üzərində rahat başa düşə bilərik. Deyir ki, fabrikdəki işçilərin bayaqki məlumatı da, bayaq cədvəl var idi, həmin məlumat deyir ki, kiloqramla verilmiş kütlələrə 6 qruplu histoqram hazırlamaq istəyir. Yəni nə deyir? Bax, 6 qrup 65-69 çəkisi bir götürüləcək. Belə ümumilikdə hələ bilmirik də neçə arası olacaq deyə 65-68 olacaq ya 65-69 olacaq. Bunu hələ bilmirik. İndi bunu necə hesablayacaq o barədə danışırıq. Bildiyimiz odur ki, 1, 2, 3, 4, 5, 6 dənə sütun hazırlamaq fikrimiz var. Sağ. Yəni belədir qayda. Məsələ belə qoyulub ki, 60 sütundan ibarət histoqram qurulacaq. Bunu qurmaq üçün demək nə edirik? Zavodda işləyən, fabrikdə işləyən işçilərin çəkiləri verilib. Onların içərisində ən çox çəkili ilə ən az çəkisi olanın fərqini tapırıq. 29 kiloqram fərqi alınır. Həmin o 29 kiloqramı 6 dənə sütun ayıracaq histoqramda. Ona görə də bölürük 6'ya cavab alınır 4,8 dövrüdə 3. Belə bir rəqəm alınır. Ədəd alınır. Düzdür? Rəqəm yox, ədəd. Deyir ki, ədədindən böyük ən kiçik tam ədədi tapmalıyıq. Yəni ki, 4,183 ədədindən böyük ən kiçik tam ədədi tapmalıyıq. Baxın, görə ədəd hansıdır? Bu ədəd 5 olduğuna görə verilən ədədlər 5 intervallar qruplara ayrılacaq. Olacaq 65-69, 70 fikir verirsiniz. 5 interval o mənada deyir ki, 65'dən sonra 70, 70'dən sonra 75 bir tərəfindən baxsaz. 75'dən sonra 80, 80'dən 85'e, 85'dən 90'a o mənada deyir 5 intervallar. Yəni burada olacaq 65, 69, 70, 74, 75, 79 belə gedəcək. Məlumatları cədvəl formasına verəndən sonra sayılar da burada verilmişdir. Bayaq tezlik cədvəlində danışdıq o barədə. Artıq bunu qurmaq çox asanlaşacaq. Aşağı hissədə bu demək sətirdə kütlə, yəni çəki kiloqramla verilib. Sonra isə onların sayı isə digər sütunda verilib. Yəni 65-69 yaş arasında olan işçilərin, daha doğrusu çəkidə olan işçilərin sayı 4 nəfərdir. Konkret demək, burada demirik ki, 67 neçə nəfərdir, 65 nəfər neçə nəfər, 65 kiloqram neçə nəfərdir, 69 kiloqram neçə nəfər. Burada o konkret demir, aralıqla deyir də. Deyirik ki, 65 ilə 69'un arasında bu qədər insan var, amma 65'nə qədər, 66'na qədər burada bu hissədə bu bilinmir. Yəni sadəcə bu aralığın qiyməti bilinir. Burada 70'dən 74 kiloqram çəkisi olanların sayı məsələn 7 nəfərdir. İndi ola bilsin ki,
Bunun içərisində 71 neçə nəfərsə 71 kilodur, neçə nəfərsə 72 kiloqramdır. Amma bu arada 7 nəfər insan var. Sonra var piktogram. Piktogram sözü uşaqlar, bu söz sizə tanış gəlməlidir ingilisdən. Picture sözüdür. Şəkil, yəni şəkillərlə, qrafiklər vasitəsilə məlumatların ötürülməsidir. Düşünürəm ki, verilən nümunə üzərində burada nümunə vermişdir. Həmin nümunəyə uyğun da burada piktogram verilib. Bu məlumatlar yuxarıdadır, burası piktogram sayılmır da, bu məlumatlardır bu hissə. Aşağı hissə isə piktogramdır. Piktogramı necə hazırlayıblar? Məsəl üçün bu 320 olsaydı biraz onda hər bir bu gülmə işarəsi 100 götürülərdi də yəqin ki. Bu ağlamaq işarəsi də qəmgin olmaq işarəsi isə məsələn 1 yox 10 kimi götürülərdi. Amma verilənə görə kitabxanada birinci həftədə 32 şagird, ikinci həftədə 23 şagird, üçüncü həftədə isə 41 şagird kitab götürübsə, gülmə işarəsi qoyub ona bir, yəni müsbət gülümsəmə işarəsi qoyub ona bu smalikin qiymətinə 10 verirsə, 3 dənə gülmək 30 demək olacaq. Bir də ağlamaq işarəsi isə onda 2 ağlamaqda hərəsi 1-1-dirsə, 1 bu, 1 bu. 10 da bunlar idi də, düzdür? Ümumilikdə 32 olur. Yəni belə bir formada var. Daha çox istifadə oluna bilər bu az yaşlı uşaqlar üçün istifadədə. Yəni biraz daha professional səviyyədə istifadə olunur. Sonra paraqraf var. Adlar siyahısı və ədədlərdən ibarət olan məlumatı təqdim etmək üçün istifadə olunur paraqrafdan. Deyir ki, nümunə üzərində yenə də bunda rahat başa düşə bilərik. Deyir ki, parametrə görə məlumat təqdim etmək üçün paraqrafdan istifadə olunan hansı ədəd dediyimiz kimi adlar və adlar siyahısı və ədədlərdən ibarət olan məlumat təqdim etmək üçün 2 parametrə görə məlumat təqdim etmək olar. Birinci parametrdə məsələn verir ki, nümunədə nə deyir? Evdə ev heyvanları saxlamaq istəyən şagirdlərin sayını paraqrafda təqdim edək. Məsələn, pişik saxlamaq istəyən şagirdlərin sayı bu qədər, it saxlamaq istəyən bu qədər, dovşan bu qədər, meymun, balıq. Aşağıda pişiklər verilir. Yuxarı hissədə də onları saxlamaq istəyən şagirdlərin sayı. Burada it, ev heyvan olaraq it verilir. Onu saxlamaq istəyənlərin sayı. Dovşan, dovşanı saxlamaq istəyən şagirdlərin sayı. Sonra meymun və s. Yəni bu formada. Elə bilirəm ki, məsələn, başa düşə bildiniz. Çox asan bir forma idi. Bu məsələləri müzakirə elədik, bu diaqramlar məsələsi. Düşünürəm ki, hamısı vacib idi. Vacib olmayan ümumiyyətlə məlumat olmur. Sadəcə o dairəvi diaqramda hesablamanı birəsdən hansı formasına aparsaq, biraz daha asan gələ bilər deyə fikirləşirəm. Ola bilsin ki, kimin sözü başqa forma daha uyğundur. Baxın, hansı uyğun gəlsə eləyin. Biraz fərqli formada dedim, ona görə deyirəm ki, yəni istəsəz, mən dediyim kimi də istəsəz kitabın yazdığı kimi də öyrənə bilərsiniz, fərqi yoxdur. Hansı rahat gəlir, o formada öyrənin. Mərkəzə meyilli ölçülərdə statistik məlumatların təhlilinə əldə olunan ədədi orta, moda və median kimi mərkəzə meyilli ölçülərdən istifadə olunur. Nə demək? Birinci gəlir tərif. Tərif deyir ki, ədədlərin cəminin sayına nisbətən bu ədədin ədəd ortası deyilir. Yəni, nə qədər ədəd verilibsə, hamısını toplayacaqsınız, üst-üstə böləcəksiniz sayına. Bu qədər sadədir, yəni. Bu tipli məsələlər, tərif, teorem tipli tapşırıqlar uşaqlar bilirsiniz ki, bu fərdi bir tapşırıqdır, hər bir şagird onu tam əzbər bilməlidir. Çünki bir var öyrənmək, bir də var tətbiq etmək. Əgər öyrənməyimiz tam deyilsə, tətbiqimiz təbii ki, tətbiqdən söhbət gedə bilməz. Tətbiqdə çox ciddi problemlər yaranar. Yox, hər tərim, teorifi həm başa düşmüşüksə, həm də onu tam əzbər olaraq da biliriksə, onda onu tətbiq eləmək işi təbii ki, rahatlaşacaq. Misal həll eləmək, yəni asan da olacaq. Məsələ çox sadə idi. Ədədi orta, verilən ədədlərin ədədi ortasını tapan hamısını cəmləyirsiniz. 42 alınır, sonra 47-ni sayı nə qədər idi? 1, 2, 3, 4, 5, 6 bölürsünüz. 42 bölü 6 bərabər 7. Bu qədər sadə. Median məsələsinə gələndə deyir ki, artan, azalan ardıcıllıqla düzülmüş ədədlər sırasında ortadakı ədəd bu ədədlərin sırasında medianı, statistik ortası deyilir. Ədədləri ya artan sıra ilə düzün, ya da azalan sıra ilə düzün. Ən ortada gördüyünüz ədəd, ədədi orta, ya daha doğrusu median adlanacaq. Yəni ortada olan ədəd median adlanacaq.
misal üzərində rahat başa düşə bilərsiniz. Aydın olar daha çox. Amma burada bir məsələ var. Məsələn, onun misalına baxaq, sonra qayıdarıq məsələyə. Yox idi, getdik daha. Yaxşı, gələ bura. O məsələ aydın idi. Əgər məsələn, misal 1-dəki kimi, ikinci siyahını oxuyum, ondan sonra davam edin. Ədədlərin sayı cüt olarsa, ortada tək bir ədəd olmazsa, bu zaman ortadakı iki ədəd cəmlənib onların ədədi ortası tapılır. Misal üçün, birinci fikirdə nə deməkdir? Median nə deməkdir? Belə bir ədədlər sırası verib, sonra o ədədlər sırasını, məsələn, burada artan sıra ilə düzüb, fərqi yoxdur, azalan sıra ilə düzmək olar. Yəni, azdan çoxa da düzmək olar, çoxdan az da. Əsas odur ki, bir sıra ilə düzülsün. Ortada gördüyünüz hissə, yəni 15 ədədi bu ədədin medianı sayılır. Medianın izahı bu qədərdir. Amma orada fikir verirsinizsə, burada say 5 ədəd vardı. İkisi sağında, ikisi solunda qalırdı. Biz də ortanı götürdük. Əgər sayı cüt sayda olsa, məsələn, bu fikir verin, burada 6 dənədir. Bəs burada ortadakı ədəd hansı sayılır? 8-i götürək, yoxsa 15-i? Belə bir seçim qarşısına, daha doğrusu ortadan nə götürülməli? Düzüləndən sonra bilinəcək hələ. Məsələn, düzüləndən sonra belə alınır da, 8-i yoxsa 12-ni götürək, belə bir fikir yaranır. Bu zaman ortada olan iki ədədin ədədi ortası tapılır. Yəni ki, 8 üstə 12 gəlib, onu 2-yə böləcəksiniz, 10 alınacaq. Sonra tərifdə deyir ki, ədədlər, bu məsələ elə biləm aydındır, onu bitirdik. Yenə də bir fərdi tapşırıq olan təriflər gəlir. Tərif var. Deyir ki, ədədlər sırasında ən çox təkrarlanan ədədə bu ədədlərin sırasının modası deyilir. Məsələn, müəyyən ədədlər sırası verilib. Ədədlər sırasına baxırıq ki, hansı ədəd neçə dəfə təkrarlanır. Baxırıq, görürük ki, burada 15 daha çox təkrarlanır. Sanki bilirsiniz necə, moda sözü biraz modda olan mənasında başa düşə bilərsiniz. Burada ən modda olan hansıdır? Lor dildə desək də, yəni təxminən özümüz üçün belə danışsaq, loru dildə danışsaq, deyə bilərik ki, burada ən modda olan hansıdır? Məsələn, 11 moddadır sizcə, yoxsa 15 moddadır, 13 moddadır, yoxsa hansının daha çox istifadə olunur? O mənada, moda sözünün elə mənasında da mahiyyətinə uyğunluq var, yəni. Burada ən çox təkrarlanan 15-dir, 4 dəfə təkrarlanıb, demək bu ədədlərin modası 15-dir. Sonra gəlir ən böyük fərq. Ədədlər sırasında ən böyük ədəd ilə ən kiçik ədəd arasındakı fərqi bu ədədlər sırasının ən böyük fərqi deyilir. Mən sizə bunu deyim ki, burada buna amplitud da deyilir. Amplitud da deyilir, amplituda da deyilir. O belə bir müxtəlif elmi ədəbiyyatlarda bu formada da görə bilərsiniz. Ədədlər verilib. Bu ədədlərin içərisində ən böyüyü tapacaqsınız uşaqlar. 29-da ən azını tapacaqsınız. 6-da bir-birindən çıxacaqsınız. Amplitudası 23 alınacaq. İndi burada amplituda deyilməyib. Hansısa yuxarı siniflərdə eşidəcəksiniz. Dedim ki, bəlkə indidən bir dəfə də eşitsəz heç bir ziyanı olmaz. Buna ən böyük fərq deyilir. Temperatur ölçmələri. Temperatur ölçmələrində 3 əsas şkaladan dünyada istifadə olunur. Fahrenheit var, uşaqlar, Fahrenheit var. Fahrenheit də deyilər, Fahrenheit də deyilər. Celsius də var, bir də Kelvin var. Bu Fahrenheit ilə Kelvinlə daha çox elmi ədəbiyyatlarda istifadə olunur. Celsiusdən isə demək daha çox gündəlik işdə istifadə olunur. Təsəvvür edin ki, dərəcə Celsius ilə verilib, amma Fahrenheit axtarılır. Onu Fahrenheitə çevirmək istəyirsinizsə, onda verilən dərəcə Celsius, məsələn, deyək ki, 10 dərəcə Celsius temperaturu Fahrenheitə çevirmək istəyirsinizsə, yazırsınız 1,8 vur 10 üstə gəl 32. Alınacaq 18 plus 32, o da bərabərdir. Demək 50. Bu belə bir haldır. Bu o hal üçündür. Fərdi bir tapşırıqdır, hər kəs bilməlidir bunu. İkincidə isə Fahrenheit var, Celsius yoxdursa, bu zamanda Fahrenheit'i tapa bilərsiniz. Məsələn, deyək ki, 90 Fahrenheit verilib, düzdür? 90 Fahrenheit, 90 deməyək, 122 Fahrenheit deyək. 122 Fahrenheit verilib. Yazarsınız 122 çıx 32 alınacaq 90, 90'ı 9, 10, buradan da 50 alınacaq. Yəni özüm üçün bir ədəd qoydum ki, həll edeyim. Misallar, məsələlər onsuz da var idi aşağı hissədə. Yəni demək istəyirəm ki, bu hissədə Celsius var, dərəcə Celsius sizdə var. Fahrenheit axtarırsınız. Bu düstur ondan ötürü ki, Fahrenheit var, onu dərəcə çevirmək lazımdır, yaxud Fahrenheit, fərqi yoxdur. Elə deyəsən, mən dediyim ədədlər eləyib və fikir verin, heç baxmamışdım mən o ədədlərə, görürəm ki, mən dediyim formada verilib.
Belə, düşünürəm ki, faydalı ola bildik. Əgər ola bildiksə, nə xoş. Videonu bəyənməyi, kanala abunə deyilsə, abunə olmağı və həmkarlarınıza, sinif yoldaşlarınıza, dostlarınıza paylaşmağı unutmayın. Növbəti videolarda görüşərik. Hələlik.